Rəşid müəllim, deyək ki, siz vəzifə sahibisiniz və sizə rüşvət təklif olunur. Nə edərsiniz? İndi də eləyənlər var, mən qəbul eləmirəm. Mən ona nə edərəm? Onu tutduraram. Bir filmdə rüşvət vermək istəyən məsləhətləşir. Soruşur, birdən götürmədi. Cavab belə olur. O qədər vermək lazımdır ki, götürsün. Elə mi deyir? Bəli, Yəni bəli. çox verir. Bəli, əlbəttə. Bəlkə az verirlər sizə ona görə. Bir cırılmış qarnımız var, bir də bir pencəyimiz var. Bundan ötürü biz kimin yanında çalmalıyıq ki? Yox, siz mənə konkret cavab verin. Konkret cavab verin. Deməli, sizə gətirdilər, yaxşı pul verdilər. Siz düşünəcəksiniz. Havayı versələr alaram. İş üçün verirlərsə almaram. Necə havayı? Havayı kim verir ki? Nə olar ki? Havayı Sən nəyə görə? gələndə dərsə dərsməllim. Kasıb adamsan, ala apar xərcdə. Nə olar? Yox, işə görə versələr ki, bax bunu belə. İşə yox. Yox, vəzifədəsiniz, vəzifədə. İcra başçısınız. Əstağfurullah. Mən İcra heç, başçısı. siz bilirsiniz ki, mən ömrümdə vəzifə düşkün olmamışam və heç vaxt vəzifə getmərəm. Göndərsələr də getmərəm. Yox, yaxşı rüşvət versələr götürməzsiniz. Yox. Mənim əgər bəlkə rüşvət götürsə də mən tutardılar. Deməli qorxu. Bu birinci qorxu. İkincisi, ondan sonra əqidə. Bilirsən nətəri? Bəlkə birinci əqidə sonra qanun. Birinci əqidədir, əlbəttə birinci əqidədir. Əqidən olmayandan sonra ömründə sən, mən demişəm, mən düz saf yaşayacağım. Həyat quranda da yoldaşıma demişəm, mənim maaşım budur, sən də işləyirsən bu qədər, bu ikimizin maaşından dolanacaq. Başqa şey gözləmə.